Əziz izləyicilər, YouTube izləyicilərim, bugün ümumi tarixdən sizin üçün Asi-Hun dövlətini izah edəcəyəm. Öyrənəcəyik ki, Asi-Hun dövləti harda yerləşir, əhalisi nə işlə məşğul olur, kimlərlə mübarizə aparıb, mədəniyyəti və dini haqqında məlumat verəcəyik. Asi-Hun dövlətinin yaradıcısı Teoman xan olmuşdur. Mövcud olma illəri eradan və 220, eradan əvvəl 1-ci əsr, eramızdan əvvəl 1-ci əsr. Paytaxtı Ötükən şəhər olmuşdur. Ərazisi Mete xanın dövründə daha da genişlənmişdir və Koreya, qərbdə isə Xəzər dənizi, şimalda Sibir, cənubda Qaşqara dək çatmışdır. Qədim türklər müxtəlif adlarla Hun, Göytürk, Oğuz adı tanınmışdılar. Mərkəzi Asiya çöllərinin şəriksiz sahibi idilər. Əsasən maldarlıqla məşğul olurdular. Köçəri həyat sürürdülər. Otlaqlar və su mənbələri böyük çöldə onlar üçün əsas amillərdən biri idi. Onlar şərqdən qərbə, qərbdən şərqə hərəkət edərək Avrasiya qitəsində qüdrətli dövlətlər qurmuşdular. Onların özlərinə məxsus döyüş üsulları, silahları, sənətkarlıq nümunələri ilə dünya mədəniyyətinə bir sıra yeniliklər gətirmişdilər. Türk mənşəli köçəri tayfalar idi qədim Hunlar. Onlar haqqında ilk məlumatlar eradan və 2-ci minillikdə Çin mənbələrində verilmişdir. Çin mənbələrində məlum olur ki, Hunların ilk siyasi birlikləri elə eradan əvvəl 2-ci minillikdə meydana gəlmişdir. Orxan Seleqə çayları arasında ərazilərdə yaşayırdılar. Əhalisi əsas məşğuliyyəti köçəri maldarlıq və ovçuluq olmuşdur. Dəmirçilik ilə, zərgərlik ilə məşğul olmuşdur. Sərt iqlim şəraitinə daha çox öyrəşmişdilər. Köçmə maldarlıqla məşğul olduğu üçün qalalara, sədlərə ehtiyac duymurdular. Bunlar da böyük çölün şərtlərinə uyğun olaraq böyüyürdülər. Daha sərt, udurlar üçün tezliklə at minbələri, ox atmaları, vərdişlərini yiyələnirdilər. Məsələn, mənbələrdə qədim Hunlar haqqında əsgərləri yay çəkən güclü və zirehli süvarilər idi. Ənənələrə görə sülh dövründə maldarlıqla məşğul olur və vəhşi heyvanları ovlayırdılar. Fövqəladə hallarda isə döyüş təlimləri keçirdilər. Bu olan həyat tərzi idi. Uşaqlıqdan uzaqlıqda yay ox atmağı öyrənir, əlbəyaxa döyüş növlərini, balta, nizələri işlətməyi öyrənirdilər.